Salam əziz izləyicilərim. Bugün mən kökü hazırlayacağım. Çox xanımlarınız kökünün hazırlamasını bilir. Bilməyənləri üçün fikir olsun istedim. Videolarımın davamı üçün bəyən düymesine basıb kanalıma abone olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. Bizə lazım olan ərzaqlar: göyərti, yumurta, un, duz, istivot, biraz yağ, biraz da qatıq. Göyərtiləri yuyub xırda-xırda doğrayırıq. Doğradıqdan sonra 4 yumurtanı əlavə eləyirəm üstünə. Yumurtaları əlavə elədikdən sonra biraz duz, biraz istivot, 2-3 qaşıq qədər qatıq, 3 qaşıq un, 1 qaşıq kərə yağı əlavə eləyirəm. Bütün ərzaqları əlavə elədikdən sonra yaxşıca qarışdırıram. Qarışdırdıqdan sonra əvvəlcədən qızdırdığım tavaya biraz yağ əlavə eləyib kökünü tavaya əlavə eləyirəm. Tavaya əlavə elədikdən sonra bərabərləşdirirəm ki, eyni formada pişsin. Sonra isə az xodda qapağını örtüb bir 10 dəqiqə pişirirəm. Pişirdikdən sonra videoda göründüyü kimi kesib ters çevirirəm. Çevirdikdən sonra yeni bir 5 dəqiqə pişməyə qoyuram. Sonra isə çıxardıb nuş eləyə bilərsiniz. Bu formada hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videolarımın davamı üçün abone olmağı unutmayın. Hələlik.